Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm sizə bu gözəl cücələrimizi göstərəm. Artıq bunların dəqiq vaxtını deyəməyəcəm, hansısa fevralın axırı zat belə çıxıblar və ya yanvarın 5-6-sı. Nəyə görə dəqiq deyəməyəcəm, bunlar evdə çıxıbdır. Deməli, toyuğumun biri kürt yatdı. Və mən altına deməli 13 dənə yumurta qoydum. Düzdür, biraz balaca toyuqdan 13 dənə qoydum. Ondan da gəldi deməli ikisi laxa getdi. 11-i qaldı. 11-i də ki deməli gəldi toyuq çıxmağına bir həftə qalmış, toyuq nəsə yatmadı. Yumurtalar qaldı belə. O da ikisi, üçü yumurtanın içində öldü. Getdim sonra inkubatora qoydum nəysə. Deməli 11 yumurtadan 5-i çıxmadı, 7-si çıxdı, ikisi zəif çıxdı, elə çıxanın sabahsı öldü, qaldı bax bu 5-i. Yəni 13 yumurtadan 5 dənə cücə çıxdı, ikisi laxa getdi. Ondan sonra 7-si çıxdı, belə deyək, 11-dən 7, deməli 4-ü də şey oldu, yumurtanın içində öldü. Toyuq şey oldu, belə deyək də, qalxdı, nədənsə yatmadı. Soyuq aylarda olur belə. Bəlkə də mən bilsiniz necə, o birisi toyuqlar incidirdi, yanına girib yumurta verirdi, o döyürdülər. Nə bilim, bəlkə o problemlərə görə qalxdı, həm də mən də üstünə elə bil ki, qazan vardı, onun içində basmış, üstünə setka qoydum, elə olurdu, gün aşırı yem zat verirdim, eləyirdim. Bəlkə də biraz da az qaldı, elədi, ona görə biraz belə şey oldu, nəsə yatmadı, nəysə. 5 dənə çıxdı, buna da min şükür. Artıq yekəriflər, ikisi üzü tüklüdür, bax, o ağla, o qara, üzü tüklüdür, üçü isə lüt boğazdır. Deyəsən, bizən lüt boğazlardan o fəriyə oxşuyur, qara. Bir də o qara üzü tüklü oxşuyur fəriyə, bu birisi xoruzdur. Bu lüt boğazı dəqiq deyənmərəm, amma bu birisi 100% xoruzdur, bir də bu üzü tüklü. Görürsün, pipiləri uca çıxıbdır, mən videoda heç olmayacaq. Görürsün, uca çıxıb. Belə. İndi yemdəki maya yemi verdim, sonra isə getmişəm, belə deyək, şəkərli yemə, mişli yeminə, hələ ki ondan verirəm, qabaqlardan ot, biraz belə deyim, yumurta zat şeylədim, pişirdim, verdim. Suları da ki vitaminli sudur, belə deyək, Supervit, intravit sulu, daha doğrusu toz halında olan vitamindir. Şey isə onlar nədir? Bir də Baytril. Qatıb 14 gün onu verirsən, 15-ci günü lasos deyirsən. Yəni bu haqda videolarım var. İndi bunlar 5 dənədir. Bunlara elə necə gəldi baxıram. Yəni qalar, qalmaz. O da maşallah qalacaqdır. Keçək böyüyürlər. O birisilərə isə belə deyək, yəni kanalımda var, necə baxmaq lazımdır ilk günündən, ona girib baxa bilərsiniz. Bax, yemləri də töküşlər, ora qoymuşdum, bax, bir qabda hazırlayıb qoymuşam, sularını da belə incə qoymuşam ki, şey olmasın, batırmasın. Bir içinə biraz səmənin başından zatdan belə şey demişəm, doğrayıb qoymuşam. Belə. Görürsünüz, yiyirlər. Biraz adamdan qorxurlar, ancaq yavaş-yavaş yiyirlər. Yəni, örgəşənə kimidir, əziz izləyicilər. Görək nə olur. Bu il ümumiyyətlə cücə almaq istəmirəm, çünki 20-25 dənə toyuğum var, cavan fərələrdir. Onlardan 5-6-sı düzdür, keçən ilkidir, çünki o hamısını yaşlılar, 2 illik, 3 illiklər satdım. Bir 6 dənə 1 illik, daha doğrusu indi 2 illiklər tam olur. Onlar qaldı, o da lüt boğaz zat xoşuma gəldiyindən saxladım. Üzü tüklü, kirpi zat belə. 20-21 dənə də cavan fərədir. 2-3 dənə də xoruzdur. Mənim sultanzat bir 30 dənə var. Məncə bəs edir. Çünki hər il qoyuram, elə yumurtalarını satıb onları böyüdürəm. Elə də xeyir qalmır, yem qalxıb. Deyirəm, hələ ki indi bunlar var.
İndi toyuqsa küt yazsa bir elə belə bastıracağam. Ancaq ta nəyə qoyaq? Yəni cavan fərlərim var. 1-2 ildə keçsin. Yəni onların 2 ili tamam olanda elə bu 1 illər tamam oldu. Cavanların gələn il 2 illəri tamam olandan sonra o bizə 3 illiklər onda almaq olar. Gələn ildə elə bir şeydə 1 ildən bir və yaxud 2 ildən bir almaq yaxşıdır. Yəni ya toyuqların 3 ili tamam olanda düzün içində o 5-6-sında 4 ili tamam olacaqdır. Ancaq eybi yox. Yəni şey olanda yerə yumurtayır toyuq. Şeyləyib cavan fərələr bir 20-25 dənə fərə, bir 2-3 dənə də xoruz alıb şey eləmək. Yoxsa tücə belə şey olmur. Elə də xeyir eləmir. Yəni yekə almaq ondan xeyir idi. Çünki yeminə çox pul gedir. Sizdə bilmirəm, bəlkə kət yerində olanlar var, buraxırlar cücələri, belə deyək də, yemini zadı şey eləyir, 30 saat yem az verir, amma bizdə elə olmur. Ona görə biraz şey olurlar da, yəni necə deyim, xeyir olmur o dərəcədə. Onlar otu yeyirlər. Gəlib bax, biraz qaçı gətirəm, doğrayam, tökəm, yiyəcəklər. Aslında toxdular, yumurta da vermişəm, ondan sonra biraz yemdən çox vermişəm, görürsünüz qabaqlarında durur. Ona görə biraz şey eləmirlər, çox yemirlər. Bir əzizləyici artıq videomuzu yekunlaşdıraq. Daha nə deyim? Gördüyünüz kimi bunlardır. Gələn videolarımda da digər toyuqlarımı çəkərəm, Həşdərxanımı çəkərəm, Sultanımı çəkərəm. Ondan sonra nə bilim digər toyuqlarımı, qazımı, ördəklərimi çəkib sizinlə paylaşırım. Bugün istədim bu gözəlləri çəkəm, sizə görsədim. Bunları biraz mən balaca karobkada saxlayırdım. Bu gün biraz yekə karobkaya çeyləmişəm, bu gəzirlər. Yəni yerləri yekə olur. Belə. Belə əzizlərdə sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidilə sizdən ayrılalım. Artıq təzəsindən xahiş edirəm ki, kanalımıza abunə olun və videolarımıza da like olun. Sağ olun, salamat qalın əzizlərdə.